Tosun! Çık kalada! Seninle bilirsin. Ne kışkırırsan ha? Sen bilmirsen Hozukan'ın kapısına gelende kılıçla gelme olmaz. Ay hayvan oğlu donuz. Ay donuzun balası çoşka. Sen niye böyle hissettirirsen? Tosuğam, Hadi. niyə kışkırırsan? Ha. Axı o kişi sənə dedi ki, düş gəl, kişi kimi danışaq. Amma sən... Buna bakayım. Biyabır olduk iyi. Biyabır olduk. Ha bana. Tez olunca da kişiye çömeyle biraz tez okunsa sapalıyor orada tam verir. Vay dedem var. Dedemin zalim ben bilmirdim. Ne diye eşitmirdim bakın ben ne bileyim. Ay Fertuğ. Buna bak. Biyabır olduk iyi. Biyabır olduk iyi ya. Biyabır olduk. Esas netice değil. Ben sizi duyele çağırırım. Papamın zaderi mənim o əlcək söhbətinə xəbərim yox idi. Üzürlü hesab elə. 10 attım. 1, 2, 3. Ne elə baxsan ha? Bu qaydaları vaxtında izah eləyin də amma. Bax, biri əlcə yatır, biri nə tüpürür, biri nə qalır. Düzdür, bir əməldən tez. Gözünüzə su verin, baxın. Görmə aparmayacam ki. Bu Poşan Marşalı var, Edward Smigli. Papamınca səndə ana bacı koymadı. Ana bacı koymadı, söğüşün bir gətlər. Mən anladım, sən nə deyir? Özü mənim yanım deyir. Deyir ki, gələrəm onun balaca pıxını kopartaram, onun böyük... Ne oldu ha? In the creek, fire! Hayır, sen ne? Hele ben bu Stalin dediklerini bilsem senden kararsan ha. Buna bak. Ay baba, ay baba, ay baba. Gör senin neven Tosu bizim başımıza ne oynatır ay baba. Biz istiyoruz cemaat gibi nevemiz olsun. Gördün de bu neynedi? Evlendiği bir yıl değil, arvadı boşuyor. Az bir damazlık dana vardı. Onu da kesti. Tosu bala. Ne gene ne ağlıyorsan ne olur ha? Bala diyelim ben tefkirini değiştirsen. Bu ne işti sen ediyorsun? Ay dede. Boşanmışam, bu da mal bölücüsü. Məhkəmə dedi nə qədər malımız var, hamısı tel ortadan bölünməlidir. Yarısı arvadın, yarısı mənim. Mən də malı bölmüşəm. El arvad bana lazım deyil. Hər gün gəlir ki, nə bilim işləmirsən, deyirəmsə mənə ələ salır. Arvad taparım özümə. Ay dede, nə vaxt yaxşı iş oldu, mən getdim işləmədim ha. Bala diyelim ben... Ay dede, çəkil qırağa bir başma zadıma dəyər balta atalım. Keç otur. İmkan ver işimi görür. Səy oğlu səy. Boşandın ha. İşsiz güçsüz sen kim kız verecek? Tökülme. Ağzı istiyor dedi. Diğer her yer arvattı. Az bu et kaldı burada harap oldu. Gör bu kakkili harda kaldı. Bundan iş gören olmaz. Mən evlim harda qaldı? Ay kakkili. Ayqa, mən düz başa düş. Mən sənə bacıqla söz atmırdım, mən sənə bacıqı sevirəm. Evdəkilərə də demişəm, xəbərdarı var. Ancaq indi işim gücüm yoxdur. İşim gücüm olan kimi evdəkilərin müstəqilsi göndərəcəm. Qaçmağa da ürəyim yoxdur da bilirsən. Yaxşı ki, daha başa düşdük, bırak elə məni. Deyək bilməyəcəksən. Yox, biz kişiyik. Kakkili hey! Ha! Elinle böldün ha? Ananı bası küttüm. Hoz de hozu. Eşek de eşek. Salam. Aleyküm. Sizi İmdad Kollektor şirketinden narahat edirik. Bize toz soran zat lazım değil. Bize de toz basmıyor. Sizin banka borcunuz var.
verməkdən imtina edirsiniz. Bakıda sünəlinizdən bura gəlmişəm. Buyurun axtardınız məni. Qorxdum səndən. Üstümə adam göndəriblər. Bilmirəm. Əcəb eləyirəm, yaxşı eləyirəm, əlimin içindən gəlir. Kimi isə göndərginə verməyəcəyəm. Boyuna bax. Sən gedərək taytistlarla danış yine. Onlarla oyna yine. Hadi verirsen indi pulu yoyo. İmdat! 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 Çok tanırsan, o bilirsən nə oxşayır? Ne diyeyim valla? Elə bil yanğın söndürenin evi yanır. Yaxud balıq suda boğulur. Ya da ki kuş göyden düşür, ölür. Hiç bilmirəm nə deyim. Vəli müəllim. Ay ne Vəli müəllim. Sen cümleye bir bakayım. Kollektor şirketinin işçisini dövüblər. Döyen sen olmalıydın elə bil. Dur görüm ayağa. Kalk görüm. Qəflətən baş verdi, biz də təkrarlanmaz. Bir cəsəd və cüssəvə bax. Buna göre götürmüşük sizi işe. Yoksa her yerinden duran gelip bizim işçimizi şapalaklasa biz daha burada niye işleyirik ki? Bəlkə özüm görüşüm. En azından eminsiniz. Ha git görüş. Ama daha cezalandırmak için yok ha. Mafyozat değilik ki. Biz el adamlar hava sökümü lazım. Eyleş. Bu! Ne de tele kurmuşsunuz ya ha? Tek pazarından adam getirmişsin üstüme. Tek gel ha! Tek gel! Gel! Cavan oğlan. Ha? Ne olub sizə? Sakit olun. Biz tələ quran adamlara oxşayırıq sizcə? Əksinə, biz sizi üzr istəməyə çağırmışıq bura. Buyurun əyləşin. Aksak kalma varyat gelmeye burada. Sen sifetinden afiristik yağırı, afiristik. Ne de Kristo'ya tok koşmuşsunuz ha? Sakit olun, əyləşin. Əyləşin. Ve derler ki neyse iş var. Ne işiydi o? Biz kollektor şirkəti. Banka borcunu verməyən adamlardan o borcu alırıq. Verə bilməyən yox ha, verməyən. Yəni biz uşaqlarla tanışırıq. Bu işdə indi siz uşaq deyilsiniz də. Gün fiziki hədə qorxu olmasa düzəlmir. Bizim bu cavan oğlan da şirkətimizin lay divarlarından biridir. Mənə maraqlı gəldi ki, bu divarı aşıran kimdir görəsən? Ona görə görmək istədim sizi. Açığını deyim ki, sizin kimi adamlar bizə hava su kimi lazımdır. Bir dakika dayan he. Demeli iş bu da ha. Bu camaatacı borcunu alma. Pulu olmayana aciz kalan divara diri pul almak ha. Kişi sense de tok, dişi sense de tok ha. Yaxşı sen ben kimle sistem salmayı. Sen hiç tanıyırsan hele beni. Ben gelip bu işi göreceğim ha. Elə ən çox da bizim adətimizdə var ki, borc qaytarılmalıdır. Borcda ölmək olmaz axı. Bayaq dediyim kimi, bizim işimiz borcunu verə bilməyənlərlə yox, yekə vermirəm deyənlərlədir. Sizin o qonşu kimi. Yalvara bankdan borc götürür. Sonra da deyir ki, vermirəm. Sizcə bu düzdür? Yok. Belə şey olar. Yok ha olmaz. Bank da onu sığmır. Düz 3 ayda gözləyir. Amma adam yekə deyir ki, ver. Bilirsiniz, nə qədərdir bu cür adamlar? Bakın görme ha. Qanunu da onlar pozur, biz yox. Bu ne de öyle bürümüşsüz ki beni öyle bir barama kurduz adamlar. Ha?
Geyim çox şey əllədir. Adama qarşı inamı artırır. Buyur. Qaqa, bunlar nə üçündür? Bunlar borc almağı sürətləndirən vasitələrdir. Təbii ki, istifadə eləmirik. Sadəcə qorxuduruq. O da yeri gələndə. Sizdə nələr var imiş hə? Gəl. Bundan artıq şişməyim. Ay ev yəsi. Qapının sözünü işitmir ha. İmdad kollektor şirkətindəndir. Ay gədə. Aya. Ne kilosu da o? Bu ne səsdir? Mən işığı niye yandırmıram hə? Hardan da bura işığı? Hardan da? Aha. Bakarsa ne orada? Ne sen? Adam şimdi ne istemire? Boğulur ama. Boğulur ha.